Möminlərin qəlbində İmam Hüseyn əleyhissalamın bir hərarəti var. Loru dinləndəsi cılız qəhrəmanlıq elmi fikrində deyildi. İmam Hüseyn əleyhissalam orada olsaydı. Ki bilirdi gələcəkdə müəyyən insanlar iradə edəcəklər ki, öz şəxsi istəklərinə görə. Amma İmam Hüseyn əleyhissalam orada Məhəmməd ibn Hənəfiyə buyurur ki, sən gedirsən, başa düşdük, bəs ailə uşaq yaparırsan. İmam Hüseyn də dururdu ki, Allah bunlara əsir görmək istəyir. Bismillahirrahmanirrahim və huvə xeyru nasirin və muayin. Xoş gördük əziz dinləyicilər. Mən istərdim birinci söhbətimizə İngilis yazısı, məşhur İngilis yazısı Charles Dickens, onun fikirləri ilə İmam Hüseyn əleyhissalamın barəsində olan fikirləri ilə başlayayım. Buyurur ki, kitabın adı belədir, İmam Hüseyn və dostları. O kitabda buyurur ki, əgər İmam Hüseyn əleyhissalam qiyam etməkdə məqsədi öz dünyəvi istəklərinə çatmaq etsə, mən başa düşə bilmirəm ki, nə üçün bacıları, qadınları və uşaqları da bu hadisədə iştirak etmişlər. Ağır belə hökm edir ki, yalnız İslam yolunda bu fədakarlığı etmişdir. Əziz İslam Peyğəmbəri öz nəvəsi və özündən sonra canişin olan Həzrət İmam Hüseyn əleyhissalamın haqqında buyurur ki, İnnə lil-Hüseyni məhəbbətən məknunətən fi qulubil mu'mininə. Möminlərin qəlbində İmam Hüseyn əleyhissalamın gizli məhəbbəti var. Başqa bir hədisdə buyurur ki, İnnə liqatil-Hüseyni hararətən fi qulubil mu'mininə lə təbradu əbəda. Möminlərin qəlbində İmam Hüseyn əleyhissalamın bir hərarəti var. Eşqi, məhəbbəti var ki, la təbradu əbəda. Heç vaxt bu hərarət sönməz. Düzdür, zaman-zaman çalışıblar ki, bu məhəbbəti söndürsünlər, bu eşqi insanlardan alsınlar. Həzrət Peyğəmbərin vurğuladığı kimi bunu ala bilməyiblər. Çünki hərarət, zahirdə olan hərarət, od, alov belədir ki, insan onun üstünə su tökdükdə sönür. Amma qəlbdə olduqda isə mümkün deyil onu söndürmək. Ona görə Həzrət Peyğəmbər buyurur ki, İnnə liqatil Hüseyni hərarətən fi qulubil mu'mininə la təbradu əbəda. Möminlərin qəlbində İmam Hüseyn əleyhissalamın bir hərarəti, alovu var, eşqi var ki, heç vaxtda bu sönməyəcək, aradan getməyəcək. Ona görə də çalışıblar dediyimiz kimi zaman-zaman bu məhəbbəti aradan aparsın, amma apara bilməyiblər. Çünki bu ilahi bir vəddir və heç vaxt aradan getməyəcək. İmam Hüseyn əleyhissalamın qiyamının əlbəttə ki, səbəbləri var, əsaslı və köklü səbəbləri var. Bugünkü inşallah qonağımız həm söhbətim ilahiyyatçı Mürşid Paşazadədir. Xoş gördük Mürşid müəllim. Mən istərdim ki, İmam Hüseyn əleyhissalamın Mədinədən Məkkəyə getməsi barəsində, yəni o ki, səfər elədi, hansı səbəblər İmam Hüseyn əleyhissalamı Mədinədən Məkkəyə apardı və oradan da İmam Hüseyn əleyhissalam Məkkədən də təbiidir ki, orada həcc ziyarətində tam da qılmasa, yerini yetirməsə də müəyyən bir zaman kəsimindən sonra oradan çıxmağa məcbur oldu və oradan da Kufəyə doğru əslində üst tutmuşdu. Mən istərdim ki, bu mövzuda inşallah fikir bildirəsiniz. Bismillahirrahmanirrahim. Allah Məhərrəm ayına xatir, Məhərrəm bu günlərin hörmətinə xatir bütün mömin bacı qardaşlarımıza inşallah hacətlərini qəbul eləsin. Dünyanın hər yerində, müxtəlif yerlərdə İmam Hüseyn əleyhissalamla bağlı məclislər təşkil olunur. Allah inşallah hamısının bütün məclisləri ali dərəcədə qəbul eləsin inşallah. Amin inşallah. İmam Hüseyn əleyhissalamın Yezdə beyət etməməsini Muaviyyə əvvəlcədən Yezdə demişdi ki, bir neçə nəfərdən beyət götürməməyini İmam Hüseyn Yezdə demişdi. Muaviyyə öz oğlu Yezdə demişdi. Və onlardan da biri Yezid idi, İbn Zübeyr idi. Bunlardan Muaviyyə demişdi ki, bunlardan beyyət götürmə. Daha doğrusu beyyət götürmə, bunlardan ehtiyat elə, çox üstlərə getmə. Və İmam Hüseyn əleyhissalam Yezid tələb eləyir Vəlid ibn Utbədən və Mərvandan ki, İmam Hüseyn əleyhissalamdan beyyət götürsünlər. Və bunlar da gəlirlər İmam Hüseyn əleyhissalamla danışırlar. Biraz hədələyirlər İmam Hüseyn əleyhissalamı və İmam Hüseynin
Mədinədən Məkkəyə hicrət eləməyinin birinci səbəbi bu ki, həm canı təhlükədə idi, həm də ki, ailəsi təhlükədə idi. Və İmam Hüseyn əleyhissalamın canı təhlükədə idi. Bu mənada yox, İmam Hüseyn əleyhissalam qorxdu deyə gəldi Məkkəyə hicrət elədi. Yox, belə deyək də İmam Hüseyn əleyhissalam Loru dinləndəsi cılız qəhrəmanlıq elmə fikrində deyildi. İmam Hüseyn əleyhissalam orada olsaydı, yəni durub Məkkəyə hicrət eləməsəydi, müxtəlif yollarla, nəsə zəhərləmə yolu ilə, nəsə kiminsə əli ilə İmam Hüseyn əleyhissalamı aradan apara bilərdilər. Və bunun özü də Kərbəla kimi bir dənə səs-küy yaratmayacaqdı. Və bu səbəbdən İmam Hüseyn əleyhissalam həm canı təhlükədə idi, həm ailəsi təhlükədə idi. Buna görə Mədinədən Məkkəyə hicrət eləyir və həm də İmam Hüseyn əleyhissalam Məkkəyə gəlməklə bir növ fikirlərini insanlara çatdırmaq istəyir, Yezdə beyət eləməməyini. Üzr istəyirəm, orada Məkkədə də Minada olanda xütbələr oxuyurdu insanlara, öz məqsədini aşlayırdı, çatdırırdı. Bəli. Və orada Məkkəyə gəlməklə İmam Hüseyn əleyhissalam insanlara Yezdə beyət eləməməyinin səbəbini açıqlayırdı ki, bu cürə fasıq bir şəxsə beyət eləmək olmaz. Və Yezid də belə deyildi, Yezid hər hansısa belə bizim indiki dinləndəsə hər hansısa bir prezidenti idi deyə İmam Hüseyn əleyhissalam Yezidə qarşı çıxdı. Yox, Yezid Peyğəmbərin xilafəti adını daşıyırdı deyə əyləşmişdi onun yerində. İmam Hüseyn əleyhissalam ona qarşı çıxdı ki, yəni bu cürə açıq-aşkar günah eləyən bir şəxs gəlib mən Peyğəmbərin vəlisiyəm, Peyğəmbərin canişiyəm iddiasını eləyə bilməz. Çünki Muaviyyənin özü də belə deyək də Yeziddən dala qalmırdı. Qəsb eləmişdi. Bəli. Yəni Muaviyyə belə deyək də dəvə qutabından, dəvətindən bişmiş qutabı yeyirdi, gəlirdi otururdu məsələn bir dənə quru ağacın üstündə, əlinə alırdı quru çörəyi, ağlayırdı, deyirdi ki, mən razı olmaram, idarə elədiyim bir ərazidə insanlar bəziləri ac qala, mən yaxşı yeyim, yaxşı ətin yaxşı hissəsindən əlinə quru çörək alır. Amma Yezid bu cürə deyildi. Yezid elə açıq-aşkar, yəni mən evin içində necəyəmsə, hansı günahları eləyirəmsə, aşkarda onları eləyir. Yəni bir növ belə deyək də günahı adiləşdirirdi insanların gözündə. Yəni içki içmək də, içki içə də bilər insan. Müsəlman o demək deyil ki, özünü içkidən məhrum eləsin və yaxud üzr istəyirəm zinadan özün məhrum eləsin. Bu düşüncələrdə idi və İmam Hüseyn əleyhissalam da Məkkəyə gəlməklə insanları maarifləndirdi ki, yəni bu cürə şəxsə beyət eləmək düzgün deyil. Hətta o üzr istəyirəm, o yadıma bir şey düşdü. İmam Hüseyn əleyhissalam Mədinədən Məkkəyə doğru getməmişdən öncə qardaşı Məhəmməd ibn Hənəfiyə bir məktub yazır. Bu tarix kitablarında qeyd olunub. Hətta orada məsələn necə ki bu günlərdə iradlar ki eləyirlər. İmam Hüseyn əleyhissalam öz belə deyək də şəxsi işlərinə görə, ondan sonra cah-cəlala görə və yaxud da ki məsələn bir post tutmaq üçün bu işləri görüb, amma əslən belə deyil. İmam Hüseyn əleyhissalam özü elə qardaşı Məhəmməd ibn Hənəfiyə yazdığı məktubdan, yəni belə deyək, gələcək nəsillər ki bilirdi, indi imam idi, qeybi elmi ilə bilirdi ki, gələcəkdə müəyyən insanlar təbidir ki, İmam Hüseyn əleyhissalamı istəməyənlər də məlum məsələdir. Yəni bir adam ki İmam Hüseyn əleyhissalamın ardıcılığı heç vaxt ona iradə eləməz. Ki bilirdi gələcəkdə müəyyən insanlar iradə edəcəklər ki, öz şəxsi istəklərinə görə. Amma İmam Hüseyn əleyhissalam orada Məhəmməd ibn Hənəfiyə buyurur ki, və innen ləm əxruc əşirən və lə bətran. Buyurur ki, mən Mədinədən Məkkə getməyimin səbəbi eş-işirət üçün deyil. Məsələn, var dövlət toplamaq üçün deyil. Və lə mufsidən və lə zalimən. Nə mən fəsad törətmək üçün gedirəm, nə də ki, kiməsə zülm eləmək üçün gedirəm. Xeyr, əslən belə deyil. Və innəmə xərəctu li tələbi islah fi ümməti cəddi. Əlbəttə ki, mən cəddimin ümmətində islah tələbi ilə, yəni o ki qeyd elədiniz, Yezid də həqiqətən atası Muaviyyə də əyyaş bir insan idi. Yəni Həzrət Peyğəmbərin o xilafətində əyləşmişdilər. İslam adı ilə bütün işlər təbii ki, İslamın adına yazılırdı. İmam Hüseyn əleyhissalam bəli, qeyd etdiyiniz kimi buna görə məcbur idi getsin. Bəli, Mədinədən Məkkəyə doğru getsin. Buyurun. Və İmam Hüseyn əleyhissalamın da Mədinədən Məkkəyə getməsi və Yezidin əleyhinə təbliğatlar aparması, bu bir növ İmam Hüseyn əleyhissalamın Yezidə beyət eləməmək anlamındadır. Bəziləri məsələn deyirlər ki, İmam Hüseyn əleyhissalam Mədinədən
daha doğrusu Məkkədən üzü Kufəyə gələndə döyüş niyyəti ilə çıxıb gəlmişdi. Əslində bu söz yəni yerində olmayan bir sözdür. Çünki İmam Hüseyn əleyhissalam bəli, onsuz da elə beyət eləməməyini bildirmişdi. Məkkədən, Mədinədən Məkkəyə gəlməklə bildirmişdi. Sadəcə İmam Hüseyn əleyhissalama Kufədən məktublar gəldi. Bəli, bəli. O ki, Kufə əhli bildi ki, İmam Hüseyn əleyhissalam Mədinədən Məkkəyə gəlib və bildilər ki, İmam Hüseyn əleyhissalam da beyətdən üz döndərib. Bəli, bəli. Və orada Kufə əhlinin çoxsu şiələrin, çoxsu Süleyman ibn Surət Xuzayinin evində yığışdılar ki, biz İmam Hüseyni dəvət edək. Və orada Süleyman ibn Surət Xuzayi orada çıxış elədi və bir məktub yazdılar İmam Hüseyn əleyhissalama və hər məktubda da 10-15 dənə möminin imzası var idi. Bəli. Və tədricən bu məktubların sayı gəldi 12 minə çatdı. Ondan sonra İmam Hüseyn əleyhissalam qərarı aldı ki, Kufəyə gedin, Kufəyə üz tutun və orada da İmam Hüseyn əleyhissalam həcci yarımçıq saxlamağının səbəblərindən biri bu idi ki, İmam Hüseyn əleyhissalamı öldürmək istəyirdi. Bəli, qalsaydı Allahın evində qətl hasılı Kəbənin hörmətini saxlamağı da İmam Hüseyn əleyhissalam orada həcci yarımçıq saxlayıb Kufəyə doğru gəlir və burada yəni bəzilər gəlib deyirlər ki, məsələn xanım Zeynəbi özü ilə niyə götürürdü, döyüşə gedirdisə, xanım Rüqəyyəni niyə götürdü? İmam Hüseyn əslən döyüşə getmirdi. İmam Hüseyn əleyhissalamın məqsədi bu idi ki, Kufəyə getsin, bəli, Kufəyə getsin, Kufədə böyük bir dənə ordusu yaransın və ondan sonra məgər döyüş lazım olarsa Yezidlə döyüşsün. Yəni belə deyək də İmam Hüseyn əleyhissalamın qəsdi Məkkədən Kufəyə gedəndə qəsdi əgər döyüş olsaydı, qan tökmək deyildi. Əhl-i-Beytin götürmək bəli, tamamilə doğru. Normal, yəni hamı kimi ordu toplayardı. Silah sursat götürərdi döyüşmək üçün. Yəni sadəcə dəvət eləmişdilər İmam Hüseyn əleyhissalamı. İmam Hüseyn də belə deyək də rəhbərlik eləmək üçün gedirdi Kufəyə. Sadəcə vəziyyət elə gətirdi, vədlərindən xilaf çıxdılar. Məsələ çevrildi, başqa vəziyyətə gəldi. Artıq hərbi yoluna da belə deyək, yəni bu məcbur olundu. Artıq orada İmam Hüseyn əleyhissalam gəldi, məsələn, Hür orada qarşısını kəsdi, Kərbalada qaldı. Orada məsələn İmam Hüseyn əleyhissalam cəmaata dedi ki, baxın, mən rahat yerdə oturmuşdum, rahat belə deyək də Allahın nemətlərindən istifadə eləyirdim. Və ancaq bu halda durub demirdim Yezdiyə beyət eləmək olmaz. Və çətin andayam hal-hazırda və bütün nizələr mən tərəfədir, bütün qılınclar mən tərəfə köklənib və Əhl-i Beytim əsir düşəcək bu qədər düşmənin əlində və 6 aylıq mənim uşağım oxlanacaq. Buna rəğmən yenə də mən haqqı deməkdən çəkinmirəm və həmişə də Yezid kimi şəxslərə qarşı çıxacağam. Və bilsinlər ki, orada bir dənə ümumi bir söz deyir İmam Hüseyn əleyhissalam. Buyurur ki, mənim kimi şəxslər Yezid kimi şəxslərə heç vaxt beyət eləməz. Yəni Yezid kimi şəxs yox, Yezid kimi şəxslərə heç vaxt beyət eləməz. Burada bu məsələyə gərək bəzi şəxslər, məsələn, xüsusən də vaizlər gərək bu şeylərə diqqət eləsinlər ki, İmam Hüseyn əleyhissalam Məkkədən çıxırdı, üzü Kufəyə gələndə gəldilər, qarşısını kəsdilər ki, bəs xan Əhl-i Beytini niyə aparırsan? Üzr istəyirəm, hətta orada məsləhət verənlər də vardı. Hətta Məkkənin özündə olanda müəyyən sahabələr gəlir ki, İmam Hüseyn əleyhissalama məsləhət verir ki, getmə, qal burada. Amma İmam Hüseyn əleyhissalam onlara buyururdu ki, yəni mən Cəddin Peyğəmbərdən aldığım göstərişə əsasən mən hərəkət edəcəm. Hətta o gözəl vurğuladınız, o Vəlid ibn Utbəni İmam Hüseyn əleyhissalamın məclisinə çağırdıqda orada deyil. O Yezdə beyət istəyəndə İmam Hüseyn əleyhissalam orada gözəl bir belə deyək də xutbə oxuyur. Buyurur ki, ya əyyuhəl əmir və yəzidu rəculun şarbul xəmir. Başlayır onun bütün çirkin sifətlərini cəmiyyətə tanıtdırmağa. Buyurur ki, Yezid bir dənə şərab içən adamdır və qatulu nəfsil muhtərəməti və insan öldürəndir, nəfsi möhtərəmə, yəni insan öldürəndir bu adam. Mul'inun bil fiski leysə ləhu hədihil mənzələtu və bütün fisk, fuzuratı, haram işləri açıq-aşkar eləyir bu adam. Və mislillə yubayu misləhu, bəli, bu altından qırmızı xətlə çəkiləsi sözdür həqiqətən də. Təbii ki, İmam əleyhissalam bütün sözləri belədir, amma yəni bu gələcək nəsillərə də bir mesaj ötürməkdir ki, yəni mənim kimi insanlar, Yezid kimi insanlara heç vaxt tabe olmazlar.
Bəli, bəli. Məqsəd də dediyimiz kimi bu deyil ki, İmam Hüseyn əleyhissalam öz istəklərinə görə. Az öncə qeyd etdiniz, həqiqətən də İmam Hüseyn əleyhissalam bu ki, mən öz evimdə əyləşmişdim. Siz məni çağırdınız, Kufəyə gəlin, elçilər göndərdiniz, məktublar göndərdiniz. Bəli, yəni mən onsuz da Yezdə beyət eləməməyimə həm ləfzən, həm feilən onsuz da bildirmişdim. Bəli, bəli. Buna ehtiyac yox idi, mən durum üzü Kufəyə gəlim və məsələn deyirlər ki, gəlirlər İmam Hüseyn əleyhissalam Məkkədən Kufəyə yola düşəndə gəlib deyirlər ki, yaxşı, sən gedirsən, başa düşdük, bəs ailə uşaq yaparırsan. İmam Hüseyn də dururdu ki, Allah bunlara əsir görməsin. Artıq özünə bir vəzifə gəlmişdi boyuna ki, mümkün deyil ki, cavab verməsin. O qədər məktubların müqabilində, yəni həqiqət budur, höccəti tamamlamalı idi. İmam Hüseyn əleyhissalam bəs deməli Məkkədən Kufəyə getməsinə səbəb Kufə əhlinin məktubları oldu və Kufəyə üst tutmağı da müharibə, döyüşə getmirdi. Yəni gedirdi orada rəhbərlik eləsin, idarət, imamlıq eləsin ki, insanları düzgün yola istiqamətləndirsin. Bəs deməli İmam Hüseyn əleyhissalamın Mədinədən Məkkəyə getmə səbəbi əsas səbəblərindən daha doğrusu, yəni başlıcası deməli belə oldu ki, bizə aydın məlum oldu ki, can təhlükəsi var idi və Yezdə beyət etməməsi idi. Və oradan da, yəni Məkkədən də Kufəyə doğru getməsinin əsas səbəbi deməli Kufə əhlinin İmam Hüseyn əleyhissalama yazdığı məktublar oldu. Deməli inşallah bugünkü mövzumuz bu qədər. İnşallah Allahın izni ilə Allah tövfiqat versin. Gələn söhbətlərimizdə də yeni mövzularla siz əziz dəyərli möminlərin xidmətində duracağıq inşallah.